Salam, bugün 13 Mart'dır. Qonşum Amirlə gəlmişik Enterprise-a və bu maşını götürəcəyik. Amirgil bugün Windsor şəhərindən Toronto şəhərinə köçəcəklər və bu videoda bu qısa amma uzun eyni zamanda yolumuzu çəkəcəm. Hava sulu, qar, yağmurludur. Və budur, maşını hal-hazırda işçi yuxarı yerlərindən göstərir. Əlində ayna ilə ki, maşının heç bir problemi yoxdur. Və belə. Deməli millət, maşın 130 dollara başa gəldi. Benzini isə özümüz yükləyəcəyik. Digər şirkətlərdən daha uyğundur və yetəri qədər böyüdür. Əslində 3 nəfərlik ailənin əşyaları yerləşə biləcəyi qədər. Getdik? Hə, bizi gedək, sən sürəyinə. Okey. Maşını götürdük. Qurtalayırıq. Gözləyirik ki, apartment residence manager gəlsin. Oradakı zibil qablarını götürsün. Biz maşını arxa girişə doğru yaxınlaşdıraq ki, əşyaları rahat yükləyə bilək. Amma ora palçıqdır ya məndə. Niyə? Başqa variant yoxdur. Polni bəs. Yaxşı ki, bunu götürürəm. Biz əşyaları hamısını yüklədik. Hələ ki, maşının dilini anlamağa çalışırıq. Hə, bu şeylər. Tərpəşək. Yola çıxmışıq. Burası da əşyalar arxada tanqaturun gedir. Üstə gələk. Belə maşın sürmək çətindir. Yəni, mən demirəm, sürücü deyil. Amir deyir ki, ləngərliyir də maşın olur. Biraz da külək var. Bəli. İndi hələ Toronto, London keçəndən sonra Torontoda əməlli qar var. Oradakı dostumla danışdıq. Video göndərdi. Yəni, əməlli yolumuz var. Gerək, sağ-salamat çataq inşallah. Birinci on-roadumuza gəldik, çatdıq. Neçə kilometr gəldik? 30-40 kilometr. 30 kilometrdən sonra səsi bilməm eşidir yox. Qoşum köçməyimi paylaşırsan, hə? Xatirə qalsın deyə. Kaş bundan Kürdəmirdə də açardılar. Cəmaatda yanardı, normal istirahat edərdi. Ya getdik. Normalni soyuq da. Bir dənə yaxa mikrofon lazım değil mi? Yox, indi mən bunu görürəm də açdım. Easy phone, nə? Təzən açar da, bırak, bağlı olacaq. Açırsan sonra mı açılır? Heç Ki, kimsə kənardan açar. benzinimizi vururuq. Ben bura fikir verin, necədir bu? Yəni, sürücü qapısı açılmadan bu açılmır. Tərə geçsin. Burada belə bir şey var, yadında saxla. Ki, saxlamayasın. Tap eləyir, sonra deyəsən qutaranda özü. Nə qədər qalıb? Hə? Nə bilim, mən 100 dollar dedim. Ooo! 100-dən aşağı olacaqsan başa. Ki, full olsun. 140 dollar. Full bak 140 dollar. Amma benzin bağlaşıb da, benzin əvvəlki kimi olsaydı 120 yazardı. Burada onda nə deyirik? İran. Ondan sonra Amerika, İsrail müharibəni dayandırın. Putinin başı. Rusiyada olanlar dərhal çıxın oradan. Mahnı necədir bura? Yadına saldı sən 90'ları. 90'lar, 80'lar. Millət deməli Amirlə
qərarı aldıq ki, bir dənə çoxdandır şaurma, dönər, belə tipli yeməklər yemirik. Hər brat. Bəli, bəli. Ona görə nə edirik? Reski. Reski bir dənə. Reski bir dənə Türkiyə. Londonda. Deməli, deməli 401 nömrəli yolla gedəcəyik biz. 401-dən sadəcə London mərkəzinə yüngülvari bir dənə içəri girib orada günorta yeməyimizi yeyəcəyik. Sonra təkrar bu yolla davam eləyəcəyik Torontoya doğru. Deməli 30 kilometr əvvəl heç nə yox idi, qarmar. Düzdür, belə bir şey təbiət hadisəsi, yəni çox da anormal bir şey deyil. Azərbaycanda da görmək olur. Amma demək istəyirəm ki, yəni sadəcə balaca, yəni bir əyalətin içində sadəcə bu qədər məsafə getmişik. Torontoda görə bizi nə gözləyir? Londonda qar var, Londona doğru yaxınlaşırıq. Belə qarnımız da acıbdır, gedirik şaurma yeməyə. Həyəcanlıyıq. Bəli. Sənə görə edə bilərəm hətta saçlarımdan imtina. Gəldik Londona. London girişindəyik. Təsəvvürlə bu videonu paylaşıram. Deyirlər ki, sən nə vaxt getdin İngiltərəyə? Gördüyünüz kimi qar var yenə. Daha çoxdur. Torontoda bundan da çox olacaq məncə. Görək də nətər olur. Belə. Veteranlara 20% endirim. Adı nədir? Deyə bura. Budur. Şavarma, yes. Xoşuna gəlmədisə qaydaq. Yox, bura gözləyib. Mənziləndir edir, xoşuna gəlmişsin. Burada saxlamaq olar. Niyə olmur bura? Yoldur da. Olar. Burada saxlayarım. Deyə yuhollar da buradadır. Burada saxlayarım. No parking free. O heç də. Babanın barbeküsü. Baba. Açıqdır bax. Yes. Sağ ol. Şun 2 dənə toyuq şaurma dedik. 2 ayran və yanında da kartofrilər gözləyirik. Baba hazırlasın. Yeyək. Sonra davam eləyək yolumuza. Hazır kardeşim. Yedik. İçdik. Hörmətdən düşdük. Yox, düşmədik hörmətdən. Gedirik. Banan da var. Oba, bananımız da var. Aha. Dəhşətli qəza baş veribdi əks istiqamətdə. Tırlar bir-birini öpüblər. Bizə baxır. Ona görə də bu yolun o yola nə aidiyyatı var bilmədim prosta. Bax xəritədə bəlkə qabaqda nəsə olur. Birazdan təmizlənəcək. Nə bilim mən bura. Görərik də, yaşayarıq, görərik. Qabaqda şeydir. Teymur Əmrah. Qabaqda yol açıqdır. Elhamdülillah. Qara bax əzənə. Qara. Qara deyil, qardaşım, ağdır bu, ağ. Qarda, qışda maşın sürmək təhlükəlidir. Ona görə maksimum diqqətli olmaq lazımdır. Yəqin biraz günəş çıxıb,
götürüb yay təkərlərini taxıblar maşına. O da hələ hara yay qış çıxıb, biraz günəş çıxan kimi aldanıblar. Mahnı Haşi, yelər çəkir naşi, yazarların üstlərində naşi, mən yaxşı, köpək balığı ağzını açar, düzər qandan axşi. uzun çəkən bir yol hekayəsindən sonra gəldik, çatdıq Torontoya axır ki. Leamington, nə idi buranın adı? Leamington. Etobicoke. Etobicoke'ya gəldik, çatdıq. Gördüyünüz kimi yerdə duz var, hökumət yeri duzlayıb ki, buraları. Heç kəs. Hə, vallahi. Yıxılmasın orada. Bravo torpaqdır, nə düz. Yol deyil ki. O cəmaatı Anlatma da cəmaatı. Aha. Doğrudan söhbət bizən nədir? yaşda bir dənə çıxarsan, bir dənə baxarsan. Princess Margaret. You know her? Do you know her? Princess Margaret, it is the person who died under Bridge. horse. Underhor. Doğrudan. Ay yox, o Yekaterina'ydı bura. Gəldik, çatdıq. Qonşumun, daha doğrusu köhnə qonşumun yeni evinə. Gördüyünüz kimi geniş bir evdir. Burada yəqin ki storage room olacaq, balaca kabinet. Belə kabinet. Ərazi çox qəşəng ərazidir. Önü açıqlıqdır və qarşıda, o tərəfdə, göstərdiyim tərəfdə məktəb var, xəstəxana və aptek kimi gündəlik ümumiyyətlə lazım olacaq supermarketlər falan hamısı ətrafda var. Qabaqda idman meydançalarıdır. Ümumi olaraq 2 yataq otağı, bir də böyük living room, yəni qonaq otağı və mətbəx də Amerikan stilində yox, yəni ayrı müstəqil bir mətbəxdir. Aylıq nə qədər olacaq da? 2000. Aylıq 2000 dollar. 2000 rubl. 2000 xeyirli olsun qardaş. 2000 rubl. Getdim. Qabağında, yəni qonaq otağının qabağında belə bir mənzərənin olmağı, yaşıllığı, indi qışdır deyə belə görsənirlər, lüt ağaclar. Yaz gəlir, yayda çox qəşəng olacaq bura, əlaçı. Demək olar 25-30%-ni boşaltmışıq buranın. Az qalıb çatmağımıza, saça başa bax külək dağıtdı. Necəsin? Amir kofe içəcək, daha doğrusu isti şokolad. Mən də fikirləşdim ki, bəlkə pivə içim. Ona görə gəldim marketə. Axtarım. Aha.
benzin dolduraq. Etdik. Benzin vurup gedirik. Neçə kilometrimiz qalıbdı? 100'e yakın. Tərəflərə bax. 100'e yakın. Amma 100-dən çox deyildi. Yox. Yüzün çoktur. 100-dən çox ala. Mən buranın bu şeyini sevirəm də, insanlar qapı tutma mədəniyyətini. Azərbaycanda o yoxdur. Kaş olardı amma. Gəldik nəhayət ki, Windsor'a çatdıq. Sağ salamat, şükürlər olsun. Budur, bizim hələ açılmamış Amerikaya olan körpümüz. İnşallah açılar, o tərəfə keçəndə də çəkərik. Salam, qonşularımız keçirlər. Обратно Bakıya. Torontoya. Uğurlar arzu edirəm qardaşım. Çok sağ ol, çok sağ ol. Var ol. Öpücükler. Öpücüklər, saygılar. Emicik. Xatirə. Look at here. Say bye. Qışqalarını vermədi mənə.